Salam, hər vaxtınız xeyir. Mən Tural Ayazov. Bizi tanıyanlarımız tanıyır. Bugün Yusuf Bəy Azərbaycandan gəlib. Çatıb Prezident Dəmir Yolu Vağzalına gedirik, Yusuf Bəy qarşılayaq, yerləşdirək, təlimatları verək. Neçə müddətə gəlib, nə qədər müddətə viza alıb, hamısının haqqında danışaq. Videonu izləmədə qalın sona qədər. Yusuf Bəy bugün gəldiyinə görə təxminən bir həftə içində polisten qeydiyyata keçməlidir. Bir həftədən sonra yəqin ki zavora gedəcək və 2 illik kart alacaq 20 günə. Kart aldıktan sonra 6 ay gəldiyi zavodda işləməlidir. 6 aydan sonra artıq istədiyi yerə gedə bilər. Bugün 13 Mart 2026-cı il, yəni təzə ildə də adamlarımız gəlməyə davam edir. Bəziləri tez gəlir, bəziləri gec gəlir. Dediyim kimi burada tez-gec gəlmə məsələsi bizdən asılı yox, kvotadan, səfirlikdən asılı olan bir məsələdir. Ona görə də elləri var, ilk kvotada 3-4 ayın içində gəlir, elləri var 1 ilin içində gəlir. Yəni buna heç kim garantiya verə bilməz. Verirəm deyən də yalan deyir, inanmayın heç kimə. Çünki 8 ildir 400'e yaxın Azərbaycanlı gətirən biri kimi deyirəm ki sizə, müddət məsələsi ancaq və ancaq konsulluqdan asılıdır. Səbirli olan hər kəs gec-tez gəlir. Çatdıq Dəmir Yolu Vağzalına. Gedək Yusuf Bəy orada gözləyir bizi mərkəzdə. Gedək qarşılayaq. Biraz söhbət edək. Ondan sonra məlumat verəcəm sizə, baxın. Yusuf Bəy orada gözləyir. Məlumat verəcəm sizə. Salam aleyküm, axırı gəlib çata bildi mi? Yusuf gəldi, çatdı, Pilzendəyik. Gedirik, biraz Pilzeni gəzəcək, ondan sonra koordinator gələcək, təhvil verəcək. Yusuf sən ikinci kvotaya düşdün də? İkinci kvotadaydım. Yusuf ikinci kvotaya düşdü, amma adam var ki 5-ci kvota düşür. Yəni adam var birinci kvotaya düşür. Yəni bu kvota məsələsi heç kimdən asılı olan bir şey deyil. Yəni sadəcə şans məsələsidir. İkinci kvotaya düşdü, yəni 4 aydan sonra kvotaya artıq düşdü. Neçə vizaya neçə ay oldu? Bizə 4-5-ci ayda da biri. Yəni maksimum 6 ay çəkir də. 6 ayın içində artıq buradadır. İnşallah bir həftə içində polisə keçəcək, ondan sonra da iş yerinə yerləşdiriləcək. İndi Yusuf və Sadanda da yataqxananın bir dənə videosunu atar, qaldığı yerdən bir dənə video çəkər atar, baxarsınız necə bir yerdir. Yəni normalda 2 nəfərlik otaqlar olur. Əgər otaq çox böyük deyilsə, çox böyük olan otaqlara 3 nəfər verirlər maksimum, amma 90%-də 2 nəfərlik otaqlar olur. Oldu, hələlik.